Günaydın. Ben Roza. Kanalıma videoma hoş geldiniz. Deməli, bugün yenirik. Bugün səhər rutinimi vloglama qərarı aldım. Demək olar ki, bir 10-15 dəqiqə oldu ki, qalxmışam. Yerimi yıktım, üzümü yudum və s. Bunların hamısını 10 dəqiqə elədim. Hal aldım məni. Neyse, səsim biraz batıq çıxa bilər. Təzə qalxdım. Üzürü sayın. Yani nezire almayın sesimi şu an. Şu anda donuram. Bunu da qeyd edeyim burada. Donuram. Hava soyuqdur biraz. İsinmək için indi çay koyacağım. Sonra da telefonu baxa içəcəm. Və çayım için biraz isineyim. Yemək yeməyəcəm. Səhər yemək yeməyi çox sevmirəm. Belə. Bəli. Çayımı içdim. İndi gəldim otağa hazırlaşmağa başlayacağım. Nəyə görə hazırlaşacağım? Yaşama dəstək mərkəzi var. Oraya gedəcəm. Demək olar ki, həftənin 5 gün oradayam. Yəni oranın bir üzvüyəm. Hər gün oraya gedirəm. Bu gün də gedəcəm və bunun üçün hazırlaşmağa başlayacağıq. İndi birinci üzümü nemləndirəcəm. Birinci belə bir bandan taxacağım. Çırt-çırtlıdır arxadan. Okey, indi üzümü kremləməyə başlayacağım. Göz ətrafı krem. Aynı bir şey oldu. Neyse. Güneş kremi. Çok mu oldu? Aha, nemləndirmək hələ ki bu qədər. İndi saat neçədir? Əynimici. Saat şu anda 8:50 işləyib. Maşın 9-a işləmiş gələcək. Yəni hələ vaxtım var. Amma çantama vesaire də yığmalıyam. Birinci əynimi geyinsəm, çantamı yığsam. Birinci əynimi geyinim, sonra çantamı yığaram. Ən yaxşısı. Nə giyinəcəm? Hələ saçım var çünki zaten. Belə bir krem rəngi şalvarım var. Bunu geyinmək istəyirəm. Üstünə isə belə bir çəhrayı köynək var. Bunu geyinəcəm. Köynəklə eyni rəngdə bir dənə çəhrayı çantam var. Böyük ehtimal onu taxaram əgər o köynəyi geyinsəm. İndi yoxlayım, baxım. Qəribə durmuşsa dəyişdirmə ehtimalım var. Və yaxud da çok belə nazik olsa dəyişdirə bilərəm. İndi yoxlayım, baxım görüm nətər durur. Belə bir astapla. Bu tərəfə siz ümumiyyətlə fikir verməyin. Bu tərəf özünü kesmiş haldadır. Neyse belə durdu, amma bilmədim indi. Deyirəm bəlkə içinə ağ crop geyinəm. Bunun burasında mən normalda belə qatlayıb işlədirəm. Çox belə hündürdür burası ona görə. Və kəmər taxım deyirəm. Nətər durar? Dən yoxlayım, gəlin görüm.
Onu yoxladım. Çoxsa iç açıcı olmadı. Məndə eyni köynəyin ağ rəngi də var. Belə geyindim bunu. Dedim ki, üstümə bir yelək atsam. Yelək deyirlər. Bu yeleğin belə bir boz rəngi var. Bir də belə gecə mavisi deyirlər. Qara kimi görünür, amma belə gecə mavisi də belə tam qara deyil. Bu rəngi var. İndi yoxlayım, baxım görüm hansılar durur. Boz belə durdu. Böyük ihtimal qabağını bağlayacağım. Qara da belə durdu. Məncə bu. Məncə. Bağlayayım görməyəm. Belə oldu. Məncə qəşəng. Qəşəng oldu. İstəyirəm qədər. İndi onda gedək saç eləyək. Ay çox qəşəng, çox xoşum gəldi. Ay. Çox xoşum gəldi şu anda. Onda bunun üstündən qara çanta taxarıq. En şey qara. İndi saçlarımı bugün buruq eləyəcəm. Həftənin 6 günü olduğu kimi. Buruqdur deyə çox buruq istifadə edirəm, amma qış gəldi. Daha o qədər də buruq istifadə edəməyəcəm. Çünki donuram saçlarımı düzəldərkən. Su ilə eləyirəm deyə biraz soyuq ola bilər. Özellikle şu boyun hissəmdə. Yəni çox belə soyuq havada meningit olma ehtimalım biraz yüksəkdir. Neyse çox danışdım. Gedim saçlarımı burum, gəlin. Burmaqdan vazgeçmiş ola bilərəm. Niyə? Çünki donuram. Və suyun 2 saata isinəcəyini nəzərə alaraq burmama qərar aldım. Şəkilləndirəcəm. Belə bir bandanam var. Çox qəşəngdir. Neyse. Toplayıram özümü, ələ alıram və saçımı şəkilləndirməyə başlayacağım. Nətər şəkilləndirəcəm? At quyruğu yığıb ucuna o bandanayı taxma qərarı aldım. İndi bir dənə rezin tapım birinci özümə. Tapdım. Böyle bir black rezinim var. Qabaqları ayıracağım. Çolkamı şöyle bir çolkam var, onu ayıracağım. Kollarım kaslandı. Bu ne daha? Yoruldum. Saçım da girdi gözüm. Böyle oldu. İndi. Böyle bir bandanam var. Bunu katlamıştım. Açıldı. Bir de katlayayım. Bu formaya getdim. Şimdi bunu böyle de bağlayabilirim. Ama böyle bir bacak mı? Bir şeyler ediyorum. Dəqiqə. Buradan biraz bir rezinle. Videodan bakın hele. Ucunu örsem diye bir düşünce geldi. Böyle tersten öreceğim. Bugün şəkilləndirməyə dəhşət ərindim. Ama pis olmadı, böyle qəşəng oldu.
Okey. Qabağını indi vurum. Gəlin. Ay mən niyə danışıram? İndi qabağını vurub gələcəm. Qabağını vurmalıyam. Ayrıca alması deyil. Bəli, saçımın qabağı hazır. İndi islatdım. Bunu əlimlə belə eləyirəm. İndi təsəvvür edin ki, bunu bütün saçımla eləyirəm. Ona görə donuram da mən. Neysə ki, bugün belə bir şeylə yırtdık. Donuyorum, donuyor musun? Okey. Okey, indi keçirik make-up. Ay Allah, hələ çantamı yığmamışam mən. Bunu bir tərəflərə tutuşturacağım birazdan. Dursun hələlik burada. Birinci başladım dodaqlarımdan. Üzümü zaten nemləndirdiyim üçün və mən nə kapatıcı, nə tonal istifadə eləmirəm. Ona görə direktman dodaqlardan başlayırıq. Düzgün var deməm bir dəqiqə. Belə bir dodaq qələmi. Bu düz mənim dodağımın rəngindədir yəni. İçinə yüngülvari belə bir pomada sürtəcəm. Bunun rəngi çox cırtdaq olduğu üçün mixləyirəm elə bir. Çox yüngül içinə sürtəcəm. Belə bir pomada sürttüm. Bunun üstünə də belə bir ay Allah görsəm bir dəqiqə. Belə bir gloss. Foresting glossu. Allah üstümüzə tökəcək Hataycığımın. Çok oldu ya. Bunu biraz götüreceğim. Teşekkür. Şimdi Allah. Böyle bir algım var. Bundan vuracağım. Şimdi bunu bu çok güzel fırçamla yayacağım. Oy. Tutamıyorum, o kadar güzeldi ki. Neyse, fırçama fikir vermeyin. Okey. Makyaj bu kadar. Şimdi iğnemi takım ve çantamı yığım. Bir de o bir çantamı da yığmalıyım. Ben neyi unuttum? Benim aksesuar, benim max aksesuar. Bir tane hep takacağım önce. Seviyorum, seviyor musun? Gidiyorum. Ay mahneyi bilmiyorum ki. Ay. Teşekkür. Şimdi sunkamı yığacağım. Valla şu anki paltarımla en uyumlu sunkam budur. Bunun içine ne koyuyoruz? Koyuyoruz neydi? Neyse. Şöyle kutusunu çıkarttım içinden. Açılsa, açıldı. İçine koyacağım güzgümü. Bugünkü kombomu. Şipsi. Bir de nem salfetleri koyacağım içine.
Arkadaşım tam koymayana koyacaklarımı gətirim bura. Nem salfetka. Gözüm çıxır. Gözümə nəsə batırır. Bu balcı sumka bu qədər. Bağlaya bilsəm də. Bunu belə bağlayıb qoyuram kənara. Bəli, indi böyük sumkamı yıxacam. Çünki orada da lazım olacaq eləməli olduğum şeylər var. Belə bir sumkam var. Bunun için yıxacam. 2 dənə belə pujurlu dəftərim var. Bu riyaziyyat qaydamdır. Lazım olar deyə götürürəm. Da boşdur hərəcə. İçinə yazmamışam. İstifadə edərəm. Bəlkə bugün ingilis dili müəllimi gələcək. Bəlkə ingilis dili qayda dəftəri olaraq istifadə edə bilərəm. Bilmirəm. Və əlavə 3 dənə belə dəftər götürəcəm. Lazım olar. Və ondan əlavə orada işləyirəm deyə belə bir moda çəkmişəm. Bunun davamını gətirməliyəm. Bunu da qoyuram. Və hər şeyin içində olduğu qələm qabını qayıtacağım mən. Belə bir Mario muydu adı neydi? Super Mario var. Burada çok bir şey. Bunu da böyle koyuram. Və nem salfetka. Sumkamda kiçiyi de var. Bunu da götürürəm. Niye de olmasın. Okey. Bu sumka da yığıldı. Oba. Bu ikisini de koyduk böyle üst üste. Hazır sayılaram. Çıxansında bir 5 dəqiqə vaxt toxlanacağım. Çıxanda da çalışacağım çəkim. Əslində elə bilsəydim bir vlog edəcəkdim bunu. Amma orada çox çəkilişə, daha doğrusu telefona icazə çox olmadığı üçün telefonu bəzən yuxarı belə çıxardamıram. Ona görə çox çəkəməyəcəm orada. Maksimum saat, nə bileyim, 10'un yarısına kimi falan çəkə bilərəm. Onda oje orada tamamen açılır. Herkes qalxır yuxarı, telefonları qoyuruq aşağı. Ona göre çalışım oraya gelinde de çekeceğim. Ama çok da böyle bütün gün çekemeyeceğim. Böyle. Nasılsınız? Bir çekimiz işte. Bilmem bana da dedi böyle ihtimaller olacak dedi. Ne şey? Bəli. Belki bu kızlar çözsün. Geldik. Şu anda merkezdeyik. Çay saatini gözləyirik. Fotosesiya gedir burada. Şöyle. Tamam, ben tanışım orada. Çay saatini gözlədik dediyim kimi. Uşaqları yazacağım. Biraz şəkil, biraz da video çəkəcək. Belə. Bu da Zəhra xanım. Hello. Nə gözləyirik? Çay sağdım. Çay içib qalxacaq yuxarı. Yuxarıda çəkə bilərəmmiş şübhəli. Birazdan bəlkə sonlandırdım. Bakalım. Bakalım. Saçın nətər olub? Yaxşı. Her şey yapsa. Hə? Səhər burmağa ərindim. Üşüdüm. Kombin şöyle fit çek. Ne oldu? İşte. Saçımı da yapacağım. Bence geçey. Ve böyle kombinle böyle boydan götüreceğim. Bizim burada böyle boynuklarımız var. İndi diğer uşaqlarınkini paylayıram. Çıxarda bilsəm. Düşdü kimin? Buyur. Bu Zehram. Düşür. Evet. Bu da bize de ver. Buyur. Bu da Zehram. Arkadaşlar. Parmağını Parmaklarımı görsünüz. Kusura bakmayın. Benim Roza'nın kameramanıyım. O da benim videocularımdır. uşaqların 100% yuxarıda qalıb. Editör. Editörüm, evet. Yani Yuxarıda qalıbdı. çok seni feşsin. Arzuncu buradadır. Humankine yukarı kalkıyor. Bilmirəm, 100% yuxarıdadır. İtib
Hal-hazırda saat 5. Dediyim kimi günlük vlog eləyəmədim. Səhər rutini vlog elədim. Evə gedim, onu indi deyəcəm. Bu gün nə elədim? Dərslərə qoşuldum, ingilis dilinə qoşuldum, musiqiyə qoşuldum və s. Bir sürü bugün çok iş var içimizde. Bu gün çox iş gördük, ona görə Sabah günlük devamı edeceğiz. Bəli. Bu gün günlük vlog çəkəmədim ona görə. Həm də telefon da çox da icazə vermirlər dediyim kimi. Ona görə çəkə bildiyim qədər səhər rutini vlog çəkdim. Sabah yine görüşeceğiz. Sabah çəkməyəcəm. Olsun. Belə, daha Merhaba uzun. guys, bugün okula geç kalacağız arkadaşlar. Bu da Leyla xanım. Hoş geldiniz. Üçlü arkadaş grubunun bir Ötərisi. üyesi. Neyse dediğim kimi siz daha video uzun vloglar gəlmək. Bensiz video çekipler. Bunu ben... Leyla xanımdan çox yaxında gəzmək vlogları gəlməsi diləyi ilə. İnşallah. Neyse, belə. Yani Bəli, nə deyirdik? Bağlayanda nə deyirdik? gör... Ne diyor? Kanalımıza abone olun arkadaşlar. Ya bu kanala. Ne dedi? Evet. Hoşçakalın. Neyse, belə. Bu da elə birləşir. Əsərlər diləcək, TikTok çəkib, video çəkib, YouTube çəkib, indi gəl. Ha, ne bileyim. Arkadaş grubunu sorgulamayın. Yo, bu Bax, Biz müəllim. elə şəkilləri silərik. Bax, Ay tövbə. bax müəllimə mən şkaf verdi, sənə verdi, vermədi. Değer Daha farklı. Başım bura. Neyse dediğim gibi sağ olun, görüşmek dileğiyle. Şalak 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 şalak. Eren ortama giriş şekli, montla.